46-cı sual. Verilmiş kütləli cisim blokların köməyi ilə hamar mail müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədən neçə dəfə qazanc verir? Blokların çəkisi və blokların oxunda sürtünmə nəzərə alınmır. Baxın, burada sürtünmə qüvvəsi nəzərə alınmayacaq, çünki hamar mail müstəvi qeyd olunur. Aha. Və bərabər sürətlə qaldırıldığı da qeyd olunur. Sistemin qüvvədən neçə dəfə qazanc verdiyi soruşulur. Gördüyümüz kimi bu ipin ucuna F qüvvəsi ilə təsir edirik. Eyni ipdə yaranan gəlmə qüvvəsi eynidir. Baxın, onda siz burada bir F yazmalısınız. Eyni ipdə yaranan gəlmə qüvvəsi eynidir. Deməli, bu ipdə də yaranan gəlmə qüvvəsi F olacaq. Bəs bu ipdə əlbəttə ki, olacaq F üstə gələk. F, 2F. Aha. Həmçinin bu M kütləli cismə ağırlıq qüvvəsi təsir edir. mg ilə hesablanır. Və burada bizim mail müstəvinin səthinə paralel olan proyeksiyası mg vurulsun sinus alfa ilə tapılacaq. Amma perpendikulyar olan proyeksiya, yəni bax bu hissə mg vurulsun kosinus alfa ilə tapılır. O da hardan alınır? Bax, bura alfadsa, bu bucaq alfası. Onda burada olacaq alfa. Bucağa bitişik olan tərəf kosinusda olur. Amma bucağa bitişik olmayan sinusda olur. Aha. Mən deməli, burada sabit, yəni bərabər sürətlə sözünü gördümsə, avtomatik aşağıya doğru, bax bu yönələn mg sinus alfanı bərabər götürməliyəm. Bax, ona əks istiqamətdə yönələn 2f-ə. Deməli, aldıq ki, 2f bərabərdir mg sinus alfaya. Aha, buradan gəlin bucağın sinusunu tapaq. Sinus alfanı. Gördüyümüz kimi, bax bu bucağın sinusunu tapmaq üçün əlbəttə ki, qarşıdakı kateti bölməliyəm hipotenuza. Qarşıdakı katet 3-dür, hipotenuz da 15-dir. Onda olacaq 3 bölünsün 15. Bu da 5-də 1-dir, hansı ki olacaq 0,2-yə bərabər. İndi gəlin burada yerinə yazaq. Deməli, aldıq ki, 2f bərabərdir mg vurulsun 5-də 1 yazırım. Aha, bu da oldu mg bölək 5-ə. Buradan f-i tapsaq, mg bölünsün 5-i bölməliyik bir də 2-yə. Buradan alındı ki, mg bölək 10, hansı ki 5 məxrəcə inir. Gördüyümüz kimi qüvvədən neçə dəfə qazanc əldə olunur? 10 dəfə qazanc əldə olunur. Cavab oldu D bəndi.